Salam, bugünkü dərsimiz sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsinin 3 növü var. Burada əvvəlcədən qeyd eləmişik. Sükunət sürtünmə qüvvəsi, sürüşmə sürtünmə qüvvəsi, diyirlənmə sürtünmə qüvvəsi. Bəs sürtünmə qüvvəsi nədir? Hansı qüvvədir? Nə zaman yaranır? Əvvəlcə buna toxunaq. Sürtünmə qüvvəsi cisimlərin təmas sərhəddində yaranan və hərəkətə mane olan qüvvədir. Hərəkətə mane olan qüvvədirsə, onda buradan belə çıxır ki, sürtünmə qüvvəsi hər zaman hərəkətin əksi istiqamətində olur. İstisnasız sürtünmə qüvvəsi hər zaman hərəkətin əksi istiqamətində yönəlir. Bəs əgər hərəkət yoxdursa sürtünmə qüvvəsi hansı istiqamətdə yönələr? Bəzən belə fikirləşmək olar ki, əgər hərəkət yoxdursa sürtünmə qüvvəsi də yoxdur. Amma xeyr, elə deyil. Hərəkət olmayanda da sürtünmə qüvvəsi yarana bilir. Təbii ki, bax burada adından da göründüyü kimi sükunətdə olan cisimlərə təsir edən sürtünmə qüvvəsi sükunət sürtünmə qüvvəsidir və cisimləri hərəkətə gətirən zaman meydana çıxır. Hərəkət etdikdə yox, cisimləri hərəkətə gətirmək istəyən zaman meydana çıxır. Yəni bu demək ki, cismə hər hansısa bir dartı qüvvəsi təsir eləyəndə yaranır. Əgər cisimlərə heç bir dartı qüvvəsi təsir etmirsə, onda o cismə təsir edən sürtünmə qüvvəsi olmur. Yəni sürtünmə qüvvəsi yaranmır. Tutalım ki, üfüqi səthdə, bu olsun bizim üfüqi səthimiz, hər hansısa bir cisimimiz var. M kütləli bir cisimimiz var. Bu cismə üfüqi istiqamətdə heç bir dartı qüvvəsi təsir etmirsə, təbii ki, bu cismə təsir edən qüvvələr aşağı mg, yəni ağırlıq qüvvəsi, yuxarı dayağın reaksiya qüvvəsini yazsaq, onlar bir-birini kompensasiya edir. Bu şaqili olan qüvvələri görməzdən gəlsək, üfüqi istiqamətdə də heç bir qüvvə təsir etməzsə, onda burada heç bir sürtünmə qüvvəsindən danışmaq olmaz. Ancaq cismə bir dartı qüvvəsi təsir etsə, tutalım ki, sağa doğru bir dartı qüvvəsi təsir edir bu cismə. Bu cismi dartmağa çalışır. Fərz eləyək ki, və cisim sükunətdə qalır. Yəni, dartı qüvvəsinin belə deyək də, gücü çatmır bu cismi dartıb aparmağa. Dartı qüvvəsinin qiyməti kifayət deyil bu cismi hərəkətə gətirmək üçün. Bu zaman artıq sürtünmə qüvvəsi yaranır. Əgər üfüqi istiqamətdə cisimlərə dartı qüvvəsi təsir edirsə, mütləq ki, sürtünmə qüvvəsi yaranır. Təbii ki, bu sürtünmə qüvvəsi sürüşmə sürtünməsi də ola bilər, sükunət sürtünməsi də ola bilər. Əgər cisim hərəkət etmirsə, burada yaranan qüvvə sükunət sürtünmə qüvvəsi olacaq. Əgər bu dartı qüvvəsi cismi hərəkət etdirə bilirsə, cisim sürət alırsa, artıq buradakı qüvvə sürüşmə sürtünmə qüvvəsi olacaq. İndi deyək ki, cismə dartı qüvvəsi təsir edir, sükunət sürtünmə qüvvəsini tapmağımızı istəyir. Misal üçün, sükunət sürtünmə qüvvəsinin əvvəlcə istiqamətini göstərək. Sürtünmə qüvvəsi ümumiyyətlə cisimlərə dedik təmas sərhəddin boyunca təsir edən qüvvədir. Təmas sərhəddində yaranır və hərəkətə mane olur. İndi hərəkət yoxdursa, təbii ki, dartı qüvvəsinin əksinə olmalıdır. Nəyə görə? Çünki bu cisim burada sükunətdədirsə, bu o demək ki, dartı qüvvəsini kompensasiya edən bir qüvvə var. Yəni onu bərabərləşdirən bir qüvvə var. Eyni istiqamətdə yönələn qüvvələr də təbii ki, bir-birini tarazlaşdıra bilməz. Ancaq əks istiqamətdə olan qüvvələr bir-birini tarazlaşdıra bilər. Onda deməli, sürtünmə qüvvəsi dartı qüvvəsinin əksinə olur və sürtünmənin hansı növü dediyi olur? Sükunət sürtünmə qüvvəsi olur. Və bu qüvvələr də bir-birini tarazlaşdırdığına görə, onda dartı qüvvəsi bərabər olur nəyə? Sükunət sürtünmə qüvvəsinə. Birinci bunu yazaq, sükunət sürtünmə qüvvəsi bərabər olur F dartıya. Əgər dartı qüvvəsi 10 newtondursa, onda deyəcək sükunət sürtünmə qüvvəsi də 10 newtondur ki, onu kompensasiya edir. Dartı qüvvəsi 20 newtondursa, o da 20-dir. 30 newtondursa, sükunət sürtünmə qüvvəsi 30-dur və s. Ola bilər ki, cismi hər hansısa bir dartı qüvvəsi dartmır. Cisim öz ağırlığı nəticəsində hərəkət etməyə çalışır, etmək istəyir. Misal üçün bir şaqili lövhəmiz olsun. Tutalım ki, belə bir şaquli müstəvimiz var və yaxud da lövhəmiz var. Həmin lövhədən bir silgini asmışıq. Daha doğrusu asmamışıq, yapışdırmışıq. Tutalım ki, bir dənə də silgimiz var burada. Bunu yapışdırmışıq bura. Bu cismi təbii ki, aşağı dartmağa çalışan bir qüvvə var. Hansı qüvvə? Bu cismin özünün ağırlıq qüvvəsi. Aşağı doğru bir mg'si var. Bəs bu cisim niyə aşağı getmir? Çünki bunu saxlayan bir qüvvə var təbii ki, yenə. Həmin qüvvə yenə sükunət sürtünmə qüvvəsidir. Tutalım ki, bu cisim hərəkət etmirsə, sürəti sıfırdırsa, onda həmin o mg'ni tarazlaşdıran deməli bir qüvvə var. Həmin qüvvə də mg'nin əksinə, əks istiqamətinə yönələn sükunət sürtünmə qüvvəsidir.
Və bu dəfə sükunət sürtünmə qüvvəsi mg ilə tarazlaşıb, yəni mg-ni bərabərləşdirib ki, cisim hərəkət etmir. Onda sükunət sürtünmə qüvvəsi bərabər olmalıdır nəyə? Ağırlıq qüvvəsinə, mg-yə. Burada dartı qüvvəsinin rolunu artıq mg oynayır. Bir də mali müstəvidə də ola bilər. İndi mali müstəvi qalsın. Mali müstəvi dərsini keçəndə biz bir dərsdən, iki dərsdən sonra keçəcəyik. Həmin dərsdə sükunət sürtünmə qüvvəsini izah edəcəyik. Deməli, sükunət sürtünmə qüvvəsi oldu nə? Düsturu yoxdur. Bərabər oldu tarazlaşdırdığı qüvvəyə. İndi tutaq ki, dartı qüvvəsi 10 newtondur. Onda sükunət sürtünmə qüvvəsi də neçə olmalıdır? O da 10 newton olmalıdır ki, tarazlaşsın. Və yaxud da dartı qüvvəsi 20 olsa, onda sükunət sürtünmə qüvvəsi də 20 olmalıdır ki, onu tarazlaşdırsın. Deməli, dartı qüvvəsi artdıqca sükunət sürtünmə qüvvəsi də artır. Təbii ki, bu sonsuza qədər gedə bilməz. Bəlli bir, belə maksimal bir qiymətə qədər gedə bilər. Sükunət sürtünmə qüvvəsinin maksimal bir qiyməti var. Həmin qiymətə qədər gedə bilər. Həmin qiyməti aşsa, bu dartı qüvvəsi. Tutaq ki, sükunət sürtünmə qüvvəsinin qiyməti 50-dir, maksimalı, ən böyüyü. Onda biz cismə 40 newtondan təsir etsək, burada yaranan qüvvə 40 olacaq, sükunət sürtünmə qüvvəsi. Yenə tarazlıqda qalacaq, cisim sükunətdə qalacaq. Tutalım ki, 45 olsa, sükunət sürtünmə qüvvəsi də 45 olacaq. Yenə cisim hərəkət eləməyəcək, sükunətdə olacaq. Tutaq ki, dartı qüvvəsi 49 olsa, bu da 49 olacaq, hərəkət eləməyəcək. Nəhayət 50 newton olsa, bu da 50 newton olur, yenə hərəkət eləmir. 50-ni tam keçəndə, misal üçün oldu 50 tam onda 1. Sükunət sürtünmə qüvvəsinin maksimalı 50-dir. Oradan sonra artıq belə deyək də, bu cisim tab gətirə bilmir, burada qala bilmir. Ondan sonra bu 50 tam onda 1, bu 50 təbii ki, dartı sürtünmədən böyük olduğuna görə artıq cisim hərəkət etməyə başlayacaq. Cisim də hərəkət etməyə başladısa, artıq biz sükunət sürtünmə qüvvəsindən danışanmarıq. Həmin sükunət sürtünmə qüvvəsi çevrilir sürüşmə sürtünmə qüvvəsinə. Onda buradan belə çıxır ki, sürüşmə sürtünmə qüvvəsi elə sükunət sürtünmə qüvvəsinin maksimal bir qiymətdir. Deməli, bax bu sükunət sürtünmə qüvvəsinin sürüşmə sürtünmə qüvvəsi arasındakı əlaqə. Bu ikisinin arasındakı əlaqə. Deməli, sürüşmə sürtünmə qüvvəsini sadəcə belə işarə edir. F indeksində S. Bərabərdir sükunət sürtünmə qüvvəsinin maksimal qiymətinə. Ondan sonra artıq biz bu cismi 60 newtondan dartsaq, sükunət sürtünmə qüvvəsi yox, artıq sürüşmə sürtünmə qüvvəsi olacaq və qiyməti 50 olacaq. Biz məsəl üçün 100 newtondan dartsaq cismi, bu yenə 50-dir. 200 newtondan dartsaq, yenə 50-dir. Deməli, sürüşmə sürtünmə qüvvəsi dartı qüvvəsindən asılı deyil. Dartı qüvvəsindən asılı olan sükunət sürtünmə qüvvəsidir, ona bərabər olduğu üçün. Onda dartı qüvvəsinin, daha doğrusu sürtünmə qüvvəsinin dartı qüvvəsinin asılılıq qrafikini qursaq, buradan quraq qrafikimizi. Deməli, sürtünmə qüvvəsinin dartı qüvvəsinin asılılıq qrafiki. Əvvəlcə dartı qüvvəsi artdıqca sükunət sürtünmə qüvvəsi artır, yəni düz asıldır. Müəyyən bir həddə qədər, hansı həddə qədər? Sükunət sürtünmə qüvvəsinin maksimal qiymətinə qədər. Deməli, bax bu nöqtə bizə verir nəyi? Sükunət sürtünmə qüvvəsinin maks qiymətini. Yerləşmədir. Maksimum qiyməti. Ondan sonra biz artıq maks halına çatandan sonra və onu biraz keçəndən sonra dartı qüvvəsi. Cisim başlayır hərəkət eləməyə. Cisim hərəkət elədikdən sonra yaranan qüvvə sürüşmə sürtünmə qüvvəsidir və ondan sonra biz dartı qüvvəsini artırsaq da sürüşmə sürtünmə qüvvəsi dəyişməz. Artıq bax bu hissə sürüşmə hissəsi. Yəni burada yaranan qüvvə sürüşmə sürtünmə qüvvəsidir. Eləcə F yazaq. Sürüşmə sürtünmə qüvvəsidir. Təbii ki, biz dedik ki, o da sükunətin maksimumuna bərabərdir. Yəni bax, bunlar da bir-birinə bərabərdir. Diyirlənmə sürtünmə qüvvəsi haqqında da qısa məlumat verək. Diyirlənmə sürtünmə qüvvəsi
diyirlənən cisimlərdə yaranır. Daha doğrusu elə yox, cisimlərin diyirləndiyi zaman yaranır və hərəkətin təbii ki, əksinə yönəlir ya da hərəkətə mane olan qüvvə deyirik. Cisimlərin diyirlənməsi zamanı yaranan və hərəkətə mane olan qüvvə diyirlənmə sürtünmə qüvvəsidir. Diyirlənmə sürtünmə qüvvəsi haqqında orta məktəbdə heç nə keçilmir, sadəcə adı çəkilir. Biz əsas öyrənəcəyik. Sükunət sürtünmə qüvvəsi haqqında da bax bu dediklərimiz kifayətdir. Biz bundan sonra danışacağıq sürüşmə sürtünmə qüvvəsi. Əsas bundan. İndi keçirik sürüşmə sürtünmə qüvvəsinə. Sürüşmə sürtünmə qüvvəsinin əvvəlcə düsturunu yazaq belə. Düsturumuz mü vurulsun n-dir. Buradakı F yazdığımız sürtünmə qüvvəsi, təbii ki, sürüşmə sürtünmədir. Buna hər dəfə sürüşmə sürtünmə deməyəcək, sadəcə sürtünmə deyəcək. Bilək ki, söhbət hansı növdən gedir? Sürüşmə növündən gedir. Buradakı mü sürtünmə misalıdır və bunun oxunuşu belədir. Bəzən şagirdlər buna nü deyir, n ilə deyir, xeyr, m, ü. Oxunuşu belədir. Buradakı n də əvvəlcədən bildiyimiz dayağın reaksiya qüvvəsidir. Buradan biz sürtünmə misalını çıxartsaq, sürtünmə misalını tapsaq, olur sürtünmə qüvvəsi bölünsün n. Və sürtünmə qüvvəsinin vahidi yoxdur, çünki bu da qüvvədir, bu da qüvvədir. Hər ikisinin də vahidi Newton, ixtisar edir, heç nə qalmır. Yəni adsız kəmiyyətdir ya da qısaca belə yazıram, yox. Yəni vahidi yoxdur. Sürtünmə misalı bu düsturdakılardan asılı deyil. Sürtünmə qüvvəsi amma onlardan asılıdır. Deməli, sürtünmə qüvvəsi sürtünmə misalının da dayağın reaksiya qüvvəsindən də hər ikisindən düz asılıdır. Amma sürtünmə misalı heç nədən asılı deyil. Sürtünmə misalı nə sürtünmə qüvvəsindən, nə dayağın reaksiya qüvvəsindən, nə cismin kütləsindən, nə toxunma səthinin sahəsindən, bunların heç birindən asılı deyil. Asılıdır sadəcə bir maddənin növündən və bir də asılıdır hamarlıq dərəcəsindən. Hamarlıq və yaxud da kələ-kötürlük də deyə bilərik buna. İndi tutalım ki, bir dənə nümunəyə baxaq. Belə iki dənə cisimimiz var. Birinin kütləsi olsun m, birinin kütləsi olsun 3m. Bu birinci, bu da ikinci. Ya da bunlar ayrı-ayrı səthdir. Belə bilək. Başqa-başqa səthlərdir. Və eyni səthdir, belə, eyni növ səthdir. Eyni bir səthdir. Bir dəfə bu cismi gətirib qoymuşuq, bir dəfə bu cismi. Bir dəfə bu cismi dartırıq, bir dəfə bu cismi. Hər ikisinə hərəkət veririk. Sürtünmə əmsallarını müqayisə eləyin deyir. Sürtünmə əmsallarını mü 1 bərabərdir mü 2. Təbii ki, dedik ki, kütlədən asılılıq yoxdur. Nəinki kütlədən heç nədən asılı deyil. Misal üçün, bunun sahəsi olsun S, bunun təmas səthinin sahəsi olsun 3S ya da 4S, fərqi yoxdur. Bəzən elə fikirləşirlər ki, bunun toxunma səthinin sahəsi daha böyükdür. Onda burada sürtünmə əmsalı böyük olar. Xeyr, sürtünmə əmsalı səthin özünə aid olan bir cəmiyyətdir. Və sürtünmə əmsalı kələ-kötürlükdən düz asılıdır. Yəni kələ-kötürlük, hamarlıq deməyək, kələ-kötürlük deyək. Kələ-kötürlük nə qədər çoxdursa, sürtünmə əmsalı bir o qədər çoxdur. Misal üçün, asfalt yolda kələ-kötürlük azdır, ona görə sürtünmə əmsalı azdır. Amma daşlı qayalı yolda kələ-kötürlük çoxdur, ona görə sürtünmə əmsalı çoxdur. Sürtünmə əmsalı səthlərin cisimlərə mane olmaq qabiliyyətidir. Misal üçün, asfalt yolda, bir də daşlı qayalı yolda. Daşlı yolda hər hansısa bir tutalım ki, saatda 100 ilə gedən bir maşını motorunu söndürsən, mühərrikini söndürsən. Hansı daha tez dayanır? Təbii ki, kələ-kötürlü yolda da, daşlı yolda daha tez dayanır, amma asfalt yolda bir xeyli irəliləyir.
dayanana qədər. Amma daşlı yolda az irəliləyir. Deməli daşlı yol onu daha tez saxlayır. Deməli daşlı yolun belə deyək də qüvvəsi, gücü daha çoxdur, yəni sürtünmə misalı çoxdur. İndi dayağın reaksiya qüvvəsi və yaxud da burada biz bir qüvvə tanıyırıq indi. Yeni bir qüvvə öyrəndik. Təzyiq qüvvəsi. Təzyiq qüvvəsi. Gəlin bunu tez öyrənək. Təzyiq qüvvəsi cisimləri perpendikulyar səthə sıxan qüvvədir. Tutalım ki, burada bir M kütləli cisimimiz var. Bu cismi hansısa bir qüvvə təbii ki, bu səthə sıxır. Təbii ki, hansı qüvvə? Öz ağırlıq qüvvəsi. Cisimləri öz ağırlıq qüvvəsi səthə sıxır. Belə. Təzyiq qüvvəsi isə cismi perpendikulyar səthə sıxan qüvvədir. Perpendikulyar olmalıdır və səthə sıxan qüvvə olmalıdır. F indeksini də yazıram T. Yəni təzyiq qüvvəsi. Cisimləri perpendikulyar səthə sıxan qüvvə təzyiq qüvvəsi. Tutalım ki, səthimiz belə olsa, maili müstəvi olsa, maili bir səthdə olsa, onda təzyiq qüvvəsi bu istiqamətdə olacaq. Nəyə görə? Çünki dedik perpendikulyar olmalıdır. F təzyiq. Həmin bax bu səthə perpendikulyar olmalıdır. Və yaxud da səthimiz belə olsa şaquli. Belə bir səthimiz var. Burada bir cisimimiz var. Bu cismi səthə sıxan qüvvə. Və perpendikulyar səthə sıxan qüvvə. Bura perpendikulyar. Təzyiq qüvvəsinin istiqaməti belə tapılır. Tərifini bir də deyirəm, cismi ya da cisimləri perpendikulyar istiqamətdə səthə sıxan qüvvəyə təzyiq qüvvəsi deyilir. Və əlbəttə ki, təzyiq qüvvəsi nəyə bərabər olacaq bu halda? Birinci halımızda. MG-yə. Çünki cismi öz ağırlığı sıxır da səthə. MG-yə bərabərdir. Cisim səthə bir təzyiq göstərirsə, cisim öz ağırlığından səthə bir təzyiq göstərirsə, Newtonun 3-cü qanuna görə demiş ki, təsir əks təsirə bərabərdir. Bir cisim digərinə təsir edirsə, yəni cisim səthə təsir edirsə, onda bu səthdə cismə geri bir qüvvə ilə təsir etməlidir. Həmin qüvvə də dayağın reaksiya qüvvəsi. Bunu əvvəlcədən öyrənmişdik. Bu da təşkil olsun bizim üçün. Yəni dayağın reaksiya qüvvəsi ilə təzyiq qüvvəsi təsir əks təsir qüvvələrdir Newton qanununa görə. Newtonun 3-cü qanununa görə. Newtonun 3-cü qanunda yazmışdıq F1 bərabərdir mənfi F2-yə. Amma mənfisini yazmıram. Ədədi qiymət lazımdır. Belə yazıram. Modulda. Modulda onların qiymətləri bir-birinə bərabərdir. İndi burada yazacağıq N bərabərdir F təzyiqə. Təbii ki, modulda. İstiqamətləri görürük şəkildən. İstiqamətlər əks olur, qiymət isə bərabər olur. İndi təzyiq qüvvəsi də mg olduğuna görə, deməli dayağın reaksiya qüvvəsi də mg-yə bərabər olmuş olur. Deməli bu da bərabərdir mg yaza bilirik ədədi qiyməti üçün. Onda bu halda, baxılan bu halda sürtünmə qüvvəsinin düsturu necə olacaq? Ya da o qalsın hələ ki, başqa bir xüsusi hallara baxaq. Deməli, təzyiq qüvvəsini F, T ilə işarələdik. Təbii ki, o da bir qüvvədir, vahidi Newtondur. Və təzyiq qüvvəsi hər zaman bərabərdir nəyə? Dayağın reaksiya qüvvəsinə. Bu bizim birinci halımız. İndi başqa bir hala baxaq. Yenə üfüqi bir səth götürdük. Burada bir yenə cisimimiz var. M kütləli bir cisimimiz. İndi bu cismin üzərindən bir F qüvvəsi fərz eləyək ki, perpendikulyar aşağı doğru sıxır. Üstündən bir F qüvvəsi itələyir aşağı doğru. Onda bax bu cisim səthə nə qədər təzyiq göstərəcək? Təzyiq qüvvəsi nə qədər olacaq? Deməli bu cisim həm öz ağırlığı qədər, həm də üzərindən təsir edən F qədər səthə təzyiq göstərəcək təbii ki. Ya da ki, belə bir şey eləyək. Bu cisimə təsir edən qüvvələri göstərsək, yuxarı olur dayağın reaksiya qüvvəsi. Biraz kənardan göstərirəm bunun üstünə çıxmasın deyə, toqquşmasın deyə. Dayağın reaksiya qüvvəsi yuxarı, aşağı isə ağırlıq qüvvəsi mg. Onda bu halda
Bax, bu təzyiq qüvvəsi cismə təsir etmir, dayağa təsir edir. Ona görə onu silirəm. Cismə hansı qüvvələr təsir edir? Bax, bu üç qüvvə təsir edir. Reaksiya qüvvəsi, ağırlıq qüvvəsi və bu da buradan göstərdiyimiz F qüvvəsi. Və bu cisimdə təbii ki, burada sükunətdədir. Onda yuxarı yönələn qüvvə ilə aşağı yönələn qüvvələrin cəmi bir-birini tarazlaşdırır. Aşağı olan mc ilə F-dir, yuxarı olan N-dir. Deməli, bu halda N nəyə bərabərdir? mc üstəgəlsin F. Təzyiq qüvvəsi nəyə bərabərdir? Təbii ki, dedik təzyiq qüvvəsi də dayağın reaksiya qüvvəsinin təsir əksi təsiridir. Yəni, bir-birinə qiymətcə bərabərdirlər. Deməli, baxılan bu halda təzyiq qüvvəsi mc ilə F-in cəmidir. Bunu məntiqlə də düşünmək olar. Bu cismin öz ağırlığı mc, bir də üzərindən bir F qüvvəsi onu aşağı itələyir. Təbii ki, o F qüvvəsi cismi ağırlaşdırmağa çalışır da. Cismin üzərindən aşağı doğru sıxır. Buna bənzəyir bu nümunə. Tutalım ki, burada 2 kiloqram var. Bu 2 kiloqramın bu səthdə göstərdiyi təzyiq qüvvəsi olacaq neçə? 20 Newton öz ağırlığından təzyiq göstərir. Biz bunun üzərinə gətirib bir dənə də 1 kiloqramlıq bir cisim qoysaq, bu dəfə təzyiq qüvvəsi olacaq 30 Newton. Çünki bunun ağırlığının da üstünə gəlir. Bunun ikisi bir yerdə səthə 30 Newton qüvvə ilə təzyiq göstərir. İndi burada kənardan göstərdiyimiz F qüvvəsi deməli bu cismi ağırlaşdırmağa çalışır. Bu ikinci halımız idi. Üçüncü hal. Yine bir cisim götürək. M kütlələri. Bu dəfə hər hansısa bir F qüvvəsi bu cismi bu yuxarı istiqamətdə qaldırmağa çalışır. Təbii ki, onda bu F qüvvəsi cismi artıq bundan əvvəlkində ağırlaşdırmaq istəyirdi burada. Üstündən aşağı sıxırdı. Burada bu F qüvvəsi bu cismi sanki yüngülləşdirməyə çalışır. Digər qüvvələrimizi göstərək. Aşağı ağırlıq qüvvəsi mc, yuxarı dayağın reaksiya qüvvəsi N. Artıq burada görürük ki, bu ikisi yuxarıda F ilə dayağın reaksiya qüvvəsi N. İkisi yuxarıda mc aşağıda. Bu dəfə bərabərliyimizi nətər yazmalıyıq? F üstəgəlinsin N tarazlaşıb mc ilə. Buradan da N-i tapsaq, N bərabər nə alırıq? mc çıxaq F alırıq. Yəni, bu F qüvvəsi cismi yüngülləşdirməyə çalışır. Misal üçün, cismin kütləsi 5 kiloqram olsa, mc 50 Newton olur. Tutaq ki, 5 Newtonda onu yuxarı dartır. Deməli, onda 5 yuxarı, 50 aşağı. Deməli, bu cisim 45 Newtondan dayağa təsir edəcək. Yəni, təzyiq qüvvəsi olacaq 45 Newton. Eyni zamanda dayağın reaksiya qüvvəsi 45 Newton olacaq. Yəni, bu F qüvvəsi cismi biraz yüngülləşdirmək istəyir. O F qüvvəsinin təsiri nəticəsində cisim öz ağırlığından daha az qüvvə ilə təzyiq göstərəcək səthə. Gəlin, indi bu baxılan 3 halın üçündə də sürtünmə qüvvəsinin düsturlarını yazaq. Biz sürtünmə qüvvəsinin düsturunu öyrəndik. Mü vurulsun N-dir. Onda biz sürtünmə qüvvəsinin düsturunu mü N, eyni zamanda N də dedik nə ilə hər zaman bir-birinə istisnasız bərabərdir? Təzyiq qüvvəsindən. Onda biz bunu belə yaza bilərik. Mü vurulsun F təzyiq də yaza bilərik. Bəzən bunu belə də yazırlar. Mü vurulsun P də yazırlar. P də cismin çəkisidir. Biz bunu əvvəlcədən öyrənmişik. Cismin çəkisi. Cismin dayağa və yaxud askıya göstərdiyi təsir qüvvəsidir çəki. Cismin, burada bir cismimiz var. Cisim tərəfindən dayağa təsir edən təsir qüvvəsi çəkidir. İndi də deyirik ki, cismi perpendikulyar səthə sıxan qüvvə təzyiq qüvvəsidir. Əslində bu təzyiq qüvvəsindən çəki eyni şeydir. Hər ikisi eyni qüvvədir. Yəni, ola bilər ki, bizim bunların ikisini öyrənməyimiz biraz mənasız ola bilər. Amma var, neyini? Kitabımızda, dərsliyimizdə var hər ikisi. Ona görə ikisini də öyrəndik. Amma bu qüvvələr mahiyyətcə eyni qüvvədir. Yəni, ona görə düsturun mü F təzyiq yazdıq. Burada mü P də yaza bilərik. İndi baxılan, bax, bu birinci halda sürtünmə, burada N nə ilə tarazlaşıb? Bax, bu baxılan halda N sadəcə mc ilə tarazlaşıb. Onda N bərabərdir mc-yə, eyni zamanda F təzyiq də bərabərdir N-ə, o da bərabərdir mc-yə. Onda bu halda sürtünmə qüvvəsinin düsturu F sürtünmə bərabər olmalıdır. Başqa bir rəng seçək. F sürtünmə bərabər olmalıdır nəyə? Düsturumuz mü vurulsun N-dir. N-in deyerinə mc yazırıq. İkinci halda sürtünmə qüvvəsinin düsturu mü vurulsun N-dir. N-in də yerinə bu dəfə N-in yerinə yazırıq. mc plus F yazırıq. mc üstəgəlsin F. Üçüncü halda F sürtünmə bərabərdir. Mü vurulsun. Bu dəfə N-in yerinə mc minus F yazırıq.
Bax, gördüyünüz kimi sürtünmə qüvvəsinin düsturları çoxalır. Nəyə görə? Çünki N'in qiymətləri hər dəfə mc-yə bərabər deyil. Bəzən mc plus f olur, bəzən mc minus f olur. N'in dəyişməsinə görə sürtünmə qüvvəsi də dəyişir təbii ki. Ən çox istifadə olunan düstur bu olacaq məsələlərdə μmc. μ-ndə N'in yerinə mc olacaq. Təbii ki, şaquli istiqamətdə heç bir qüvvə təsir etməzsə. Ona görə də şagirdlər götürürlər bu düsturu əzbərləyirlər. Elə hər yerdə deyirlər sürtünmə qüvvəsi μmc-dir. Sürtünmə qüvvəsinin düsturu nədir deyəndə deyirlər μmc. Xeyr, μmc deyil. μmc deyə əzbərləməyin. μn deyə əzbərləyin. μn. N də indi bizim baxdığımız bir çox suallarda mc ilə tarazlaşdığına görə, mc ilə bərabərləşdiyinə görə ifadəmiz μmc ola bilər. Amma əslində sürtünmə qüvvəsinin verdikdə əsas düsturu μ vurulsun n-dir. İndi davam eləyək. 2 dənə də xüsusi halımız var. Onlara da baxaq. Dördüncü. Yenə belə bir M üçlü cisimimiz var. Bu dəfə bu cismə bu istiqamətdə bir F qüvvəsi təsir edir, fərz eləyək. İndi bu F qüvvəsi burada cismi nə etməyə çalışır? Ağırlaşdırırmı, yoxsa yüngülləşdirirmi? Təbii ki, yuxarı meyilli olduğuna görə bu F qüvvəsi bu cismi yüngülləşdirir. Amma F qədər mi yüngülləşdirir? F'in hamısı qədər mi yüngülləşdirir? Xeyr. Bu F qüvvəsi cismi həm yuxarı dartmaq istəyir, həm yüngülləşdirmək istəyir. Eyni zamanda da irəli dartmaq istəyir, sağa dartmaq istəyir. Deməli, bu qüvvənin hamısı bu cismi yüngülləşdirmir. Bir qismi yüngülləşdirir, bir qismi isə cismi dartır. Üfüqlə əmələ gətirdiyi bucağa da bir alfa deyək. Bu bucağa da bir alfa bucağı deyək. İndi bu cisim təbii ki, hansı istiqamətdə hərəkət edir? Bu qüvvə cismi hansı istiqamətdə hərəkət etdirə bilər? Təbii ki, bir bu istiqamətdə hərəkət etdirə bilər, yetərincə böyük olarsa. Amma bu cismin də bir ağırlığı var, axı mc-si var. Bu qüvvənin bedikdə yuxarı qaldıran hissəsi. Dedik axı, bu qüvvə həm cismi yuxarı qaldırmaq istəyir, yüngülləşdirmək istəyir, həm də sağa dartmaq istəyir. Bax, bu yuxarı qaldıran hissəsi, yəni o proyeksiyası ağırlıq qüvvəsindən, mc-dən böyük olarsa, onda bu cismi elə bu istiqamətdə hərəkət edir. Belə, səhvinə. Amma yox, həmin o yuxarı qaldıran qüvvə mc-dən böyük olmasa, yəni kiçik olarsa, artıq bu cisim sadəcə üfüq istiqamətdə hərəkət edir. Və bizim baxdığımız əksər suallarda da üfüq istiqamətdə olacaq hərəkət. İndi fərz edək ki, bu cisim üfüq istiqamətdə hərəkət edir. Bu istiqamətdə bir V sürətində hərəkət edir. İndi bu F qüvvəsi hərəkətə bucaq altında olduğuna görə biz bunu proyeksiyalara ayırmalıyıq. F qüvvəsinin 2 proyeksiyası. Bir x oxuca proyeksiya, bir də y oxuca proyeksiya. Bu da f, y. Və biz bilirik ki, qüvvənin proyeksiyalara ayırandan sonra artıq qüvvənin özünü silmək olar, ləğv eləmək olar. Bunu görməzdən gələcək. Belə. İndi sürtünmə qüvvəsi nəyə bərabər? Yox, birinci dayağın reaksiya qüvvəsi nəyə bərabərdir, onu tapaq. Digər qüvvələr göstərirəm. Aşağı bu cismin ağırlıq qüvvəsi mc-si, yuxarı isə dayağın reaksiya qüvvəsi. İndi burada yuxarı olan qüvvə 1, dayağın reaksiya qüvvəsi, bir də bu F qüvvəsinin y oxucu proyeksiyası, aşağı isə mc. Deməli, mc tarazlaşıb bu ikisinin cəmindən. Hə, və bir də f, y nəyə bərabərdir, onu da biz bilməliyik. F, y də tapmalıyıq. Bunları götürün buradan. F, y nəyə bərabər? Gəlin onu tapaq. Bax, bu F, y parçasını gətirib bura köçürsək, o parçanı bura köçürsək, F, y. Onda biz burada düzbucaqlı üçbucaq almış olduq. Və biz bilirik ki, sinus alfa bucağın qarşısında duran katetin hipotenuza nisbətidir. Yəni F, y-in F-ə nisbətidir. Buradan da F, y bərabər olur. Çarpaz vursaq, F vuraq sinus alfa. Deməli, F, y nəyə bərabər imiş? F vurulsun sinus alfa imiş. Ondan da başqa, qısa yol öyrənmişdik biz. Əgər biz hansısa bir vektoru proyeksiyalarına ayırırıq. Proyeksiyalara ayırandan sonra bucağa bitişik olan proyeksiya kosinüs toplanan olurdu. F vurulsun kosinüs. Bucağa bitişik olmayan proyeksiya isə sinüs toplanan olurdu. Yəni F vuraq sinüs alfa olurdu. Və yaxud da belə də saxlaya bilərik. Qüvvənin özündən toplananlarına gedən zaman
Bucağın üstündən keçir isə kosinüs toplanandır. Yəni kosinüs olan hasildir qüvvənin. Bucağın üstündən keçmir isə sinüs toplanandır. Təbii ki, burada bucağın üstündən keçdi. Deməli bu fx nəyə bərabərdir? F vurulsun kosinüs alfaya bərabərdir. Gəlin onda bunu fx yox, artıq düzəldirəm. Fx, fy yazmıram. Birbaşa f vurulsun kosinüs alfa yazaq buna. F vurulsun sinüs alfa da buna yazaq. Və qüvvənin özü də silindi, getdi. İndi mc nə ilə tarazlaşıb? Aşağı mc var, yuxarı bu ikisi var. Onda mc'nin yerinə nə yazaq? Mc bərabərdir. F sinüs alfa ilə n'in zəminə. N üstə gəlsin. F sinüs alfa. Təbii ki, bu vurmadır. İndeksində deyil. Buradan da n'ni tapsaq, dayanıq reaksiya qüvvəsini tapsaq, olur mc çıxılsın. F fıraq sinüs alfa. Bəs bu halda sürtünmə qüvvəsini tapsaq, təbii ki, dayanıq reaksiya qüvvəsi də bərabər nəyə? Təzyiq qüvvəsinə. Təzyiq qüvvəsi də belədir. Buradan indi sürtünmə qüvvəsinin ifadəsini yazsaq, F sürtünmə bərabər olur. Mü vurulsun, düsturumuz n'dir. N'in yerinə yazacağıq. Mc çıxılsın. F fıraq sinüs alfa. Sonuncu halımız 5-ci. Bu dəfə F qüvvəmiz bu istiqamətdədir. Cismə təsirin F qüvvəsi. Onda bu F qüvvəsi cismi ağırlaşdırırmı, yoxsa yüngülləşdirirmi? Təbii ki, aşağı doğru meyilli bir qüvvədir. Deməli, bu F qüvvəsi bu cismi nisbətən ağırlaşdırmağa çalışır. Üzərinə sıxmağa çalışır. Onda təzyiq qüvvəsi ağırlıq qüvvəsindən təbii ki, böyük olacaq. İndi biz üfüqlə əmələ gələn bucağı da tapaq. Üfüqlə əmələ gələn bucaq, bax bu bucaqdır, alfa bucağı. İndi biz bu qüvvəni yenə proyeksiyalara ayırsaq, x oxuyucu proyeksiyası budur. Fx. Y oxuyucu proyeksiyası da budur. Fy. İndi fx, fy demirəm, yenə f sinüs və yaxud da f kosinüs deyəcək. İndi burada baxıq ki, bucağımız buradadır. O bucağı biz harada görmüşdük? O proyeksiyaların və qüvvənin özünün başladığı nöqtədə görmüşdük o bucağı. Amma burada, həmin bucaq burada deyil. Deməli, o bucağı biz bax bura köçürməliyik. Bu alfa bucağının da bax bu bucaq qarşılıqlı çarpazdır. Deməli onda burada alfadır. İndi bitişik olan proyeksiya kosinüs toplanan idi. Və bu bitişik olandı bucağa. Deməli bu f fıraq kosinüs alfadır. Bu da f fıraq sinüs alfadır. Artıq qüvvənin özünü görməzdən gələ bilərik. Proyeksiyalarını ayırdıq çünki. Digər qüvvələrimizi göstərək. Şaqul aşağı istiqamətdə təsirin mc, yəni ağırlıq qüvvəsi. Şaqul yuxarı istiqamətdə təsirin isə dayağın reaksiya qüvvəsi. İndi aşağı yuxarı olan qüvvələrimizə baxaq. mc aşağı, f sinüs aşağı, n də yuxarı. Onda yuxarı olan, təbii ki, aşağı olanlarını enib, tarazlaşdırıb. Bu ikisini kompensasiya edib. Onda n nəyə bərabərdir buradan? N bərabərdir. mc üstə gəlsin və bir də f vurulsun sinüs alfa. Bəs təzyiq qüvvəsi də dedik, dayağın reaksiya qüvvəsinə bərabərdirlər. Sürtünmə qüvvəsini yazsaq. F sürtünmə bərabər olur. Mü vurulsun, düsturumuz mü n'dir. N'in də yerinə mc üstə gəlsin. F fıraq sinüs alfa. Belə. 5 halda sürtünmə qüvvəsinin düsturlarını gördük biz. Yenə deyirəm, bunlardan ən çox istifadə edəcəyimiz bu birinci olacaq. Mü mc. Amma ümumi şəkildə sürtünmə qüvvəsinin düsturu mü n'dir, bunu bilək. Sürtünmə qüvvəsi, bax bu dedik n'dən düz asılıdır. N'in özü də dayağın reaksiya qüvvəsidir. Dayağın reaksiya qüvvəsi, baxın burada mc plus f oldu. Burada mc minus f oldu. Bütün hallarda kütlədən necə asılıdır? Burada olsun, burada olsun. Bütün hallarda kütlə artdıqca cismin səthə göstərdiyi təzyiq qüvvəsi böyüyür. Ona görə dayağın reaksiya qüvvəsi də böyüyür. Deməli, sürtünmə qüvvəsi deyə bilərik ki, kütlədən də asılıdır və kütlə artdıqca artır. Onda burada biz sürtünmə qüvvəsinin asılı olduğu kəmiyyətlərin yanına kütləni də yaza bilərik. Əgər
cisimlərin həcmi sabitsə, sıxlığı da yaza bilərik. Çünki M bərabərdir ρ-dir düsturumuz, kütlə düsturu. Əgər cisimlərin həcmi eyni qalırsa, cisimlərin belə maddəsi dəyişirsə, onda bura ρ-da yaza bilərik. Əgər sıxlıq eyni qalıb həcmi dəyişirsə, onda biz bura V-də yaza bilərik. Bunların hamısını yazmaya ehtiyac yoxdur. Yəni elə şeyləri artıq özünüz düşünməyə bacarmalısınız. Kütlədən asılıdırsa, kütlənin asılı olduğu kəmiyyətlərdən də təbii ki, asılı olmalıdır. Və yaxud da reaksiya qüvvəsinin asılıdırsa, reaksiya qüvvəsinin asılı olduğu kəmiyyətlərdən də asılı olmalıdır. Sürtünmə əmsalından asılıdırsa, sürtünmə əmsalının asılı olduğu kəmiyyətlərdən də asılı olmalıdır sürtünmə qüvvəsi. İndi isə öyrənək yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkəti. Yenə götürək bir dənə üfüqi müstəvi. Fərz edək ki, üfüqi müstəvidə bir cisimimiz var. Və bu cismə bir dartı qüvvəsi təsir edir. Daha doğrusu dartı qüvvəsi yox, dartı qüvvəsi təsir eləyib, cismə bir sürət verib və dartı qüvvəsinin təsiri kəsilib. Dartı qüvvəsinin təsiri kəsilirsə, təbii ki, cismin sürəti var, sürtünmə qüvvəsi hərəkətin əksinə doğru yönəlir və dartı qüvvəsinin təsiri kəsilibsə, belə çıxır ki, burada artıq sürtünmədən başqa qüvvə yoxdur. Təbii ki, ağırlıq qüvvəsi və dayanıq reaksiya qüvvəsini nəzərə almıram, çünki ağırlıq qüvvəsi şaquli aşağı, dayanıq reaksiya qüvvəsi şaquli yuxarı, onlar da bir-birini kompensasiya edir. N bərabərdir mc yaza bilərik bu hal üçün və o qüvvələr də bir-birini kompensasiya elədiyinə görə o qüvvələri görməzdən gələ bilərik. Onda deyirik ki, cismə yalnız sürtünmə qüvvəsi təsir edir. Onda buradan yazaq, yalnız sürtünmə qüvvəsi. Yalnız sürtünmə qüvvəsi belə yazaq, yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət ya da təsiri ilə hərəkət. İndi buradan görürük ki, sürətlə qüvvə əks istiqamətdə yönəlib, onda başqa qüvvədə olmadığına görə elə əvəzləyici qüvvə sürtünmə qüvvəsinin özüdür. Onda deyirik, cisim bərabər yavaşlayan hərəkət edir və bərabər yavaşlayan hərəkət edib, təbii ki, sonda bir yerdə dayanmalıdır. Tutalım ki, gəldi, çatdı bu nöqtəyə. Bu nöqtədə cisimimiz dayandı. Dayanan cismin son sürəti sıfıra bərabər olur. Onda deyə bilərik ki, bu cismin dayanana qədər getdiyi yol bunun tormozlanma yoludur. Dayanana qədər sərf olunan zaman isə bunun tormozlanma müddətidir. Və bir də dedik ki, əvəzləyici qüvvə elə sürtünmə qüvvəsinə bərabərdir. Çünki başqa qüvvə yoxdur toplayıb çıxmağa. Bir neçə qüvvə təsir edəndə cismə biz əvəzləyici qüvvəni tapanda bu qüvvələri həndəsi olaraq toplayırıq. Yəni eyni istiqamətdə onda toplayırıq, əks istiqamətdə onda çıxırıq. Amma burada bir qüvvə olduğuna görə elə əvəzləyici qüvvə həmin qüvvədir. Təcilin də düsturu Newton 2-ci qanununa görə təcil əvəzləyici qüvvə bölünsün kütlədir. Əvəzləyici qüvvənin də yerinə elə sürtünmə qüvvəsi yaza bilərik. Sürtünmə qüvvəsi bölünsün kütlə. Sürtünmə qüvvəsində açsaq mü n-dən, n-in də yerinə mc yazsaq, çünki mc ilə bir-birini tarazlaşdırmışdı. Mü mc bölünsün m-dən, m-lər də qısa gedir, qalır mü vurulsun j. Deməli, yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə cismin aldığı təcil mü-j düsturundan hesablanır. Bu düsturumuzu gətirək bir tərəfdən yazaq. A bərabərdir mü vurulsun j. Dedik, cisim yavaşan hərəkət edir. Bəs bunun aralıqda, misal üçün buralarda bir yerdə sürətini necə taparıq? Bu nöqtədəki sürəti tapmaq üçün yavaşan hərəkətdə, təbii ki, yavaşan hərəkətdə biz sürətin düsturunu bilirdik. Sürətin düsturu necə idi? V bərabərdir V0 minus AT. A-nın da yerinə müj yazsaq olur müjt. Növbəti bir düsturu V bərabərdir kök altında V0 kvadratı minus 2AS idi. İndi yazacağıq 2A-nın yerinə müjs oldu. Yer dəyişmənin düsturu. Tutalım ki, bu cisim buradan bura qədər getdiyi yol nə qədər olar? Təbii ki, o tamamilə tormozlanma yolu deyil. Tormozlanma yolu bunun hamısıdır.
Buradan bura qədər getdiyi yol bunun bəlli bir aralıqda getdiyi yoldur. Həmin o yolu tapmaq üçün düsturumuz S bərabərdir. Yavaşlayan hərəkət üçün yol düsturu. V0 kvadratı minus, daha doğrusu hətta düz yazırıq. V0 kvadratı çıxılsın V kvadratı bölünsün 2A-ydı düsturumuz. A'nın da yerinə müjdə yaza bilərik. Növbəti bir düsturumuz V0T minus AT kvadratı bölü 2-dən V0T minus AT kvadratı bölü 2. A'nın da yerinə müjdə yazırıq. Olur müjdə T kvadratı bölünsün 2. Bu düsturlar bizim əvvəlcədən bildiyimiz düsturlar idi. Sadəcə A'nın yerinə müjdə yazdıq, əvəzləmə apardıq. Tormoz yolunun düsturunu yazsaq. Burada ən çox istifadə etdiyimiz düstur bu tormoz yolunun, bir də tormoz müddətinin düsturları olacaq. Tormoz yolunun düsturunu yadımıza salaq. V0 kvadratı bölünsün 2A'dır. Tormoz müddəti isə V0 bölünsün A'dır. İndi A'nın yerinə də müjdə yazsaq, olur bu düstur V0 kvadratı bölünsün 2 mü vurulsun J. Sürətlə məxrəci də eyni ədədə vurub bölsək, təbii ki, biz bilirik kəsin qiyməti dəyişmir. İndi buradan sürəti də M-ə vursaq, məxrəci də M-ə vursaq, bunu əlavə başqa bir rənglə yazaq. Yəni, neynədiyimizi bilin. Sürətlə məxrəci də M-ə vurduq. İndi bunu nəyə görə M-ə vurdum? Vaxtından əvvəl biz sizlə bir neçə kəmiyyət tanıyırıq. Vaxtından əvvəl öyrənəcəyik indi. İmpuls və bir də kinetik enerji. Əslində bundan sonraki növbəti bölmələrimizdə olacaq. İmpulsla kinetik enerji daha yaxından öyrənəcəyik həmin kəmiyyətləri. Amma vaxtdan əvvəl burada öyrənmək məcburiyyətindəyik. Çünki suallarda impulsla kinetik enerji qabağımıza çıxacaq. İmpuls P hərfinə işarə olunur. Düsturu M vurulsun V-dir. Kinetik enerjidə Y hərfinə işarə olunur ümumiyyətcə enerji. İndeksinə K yazırıq, Q yazırıq, yəni kinetik enerji. Düsturu belədir. M V kvadratı bölünsün 2. Təbii ki, mən ədədi qiymət düsturlarını yazdım. Impuls vektorial cəmiyyəti, kinetik enerji skalyar cəmiyyəti. Amma biz hələ ki bunu öyrənmirik. Sadəcə ədədi qiymətini bilsək, bu bölmə üçün yetərlidir. İndi burada MV-nin yerinə impuls yazsaq, bu ifadəni M vurulsun V kimi yazıb, MV-nin də yerinə P yazsaq, düsturumuz olacaq P V bölünsün 2. Və bir də bu düsturun sürətini də M-ə vursaq, məxrəcini M-ə vursaq, sürətli olacaq M kvadratı. M kvadratı V kvadratı bizə impulsu verəcək, impulsun kvadratını verəcək daha doğrusu. Məxrəcdə də 2 M-ə vurmuşduq, 2 M qaldı. Bax, bu kinetik enerjinin 3 düsturu və impulsun 1 və bir də buradan impulsu tapsaq biz, bu ifadədən Y kinetik bərabərdir P kvadratı bölünsün 2M-lə. Buradan P-ni çıxartsaq, olur nə? Onu da gətir, buradan yazıram. P bərabərdir kök altında 2 vurulsun, M vurulsun, Y kinetik ifadəsini alırıq. Bu düsturlarda mütləq bu bölmə üçün öyrənmək lazımdır. İndi burada sürətlə məxrəcdə M-ə vurduq. Fikir verin, burada nə aldıq? M V0-ın kvadratı bölünsün 2 var, bir də müəmc var. M V kvadratı bölə 2 bizə nəyə verdi? Kinetik enerjini. Təbii ki, burada sürətin başlanğıc qiyməti olduğuna görə, sürətin başlanğıc qiymətini yazanda kinetik enerjinin də başlanğıc qiymətini almış olarıq. Sürətin və impulsun başlanğıc qiymətini yazanda da kinetik enerjinin başlanğıc qiymətini almış olarıq. Yuxarıda impulsun ifadəsində sürətin başlanğıc qiymətini yazırıqsa, impulsun da başlanğıc qiymətini alırıq. Kinetik enerjidə həmçinin. İndi MV kvadratı bölə 2 bizə kinetik enerjinin başlanğıc qiymətini verdi. MV0 kvadratı bölünsün 2. Onu da gəlin əvəzləməmizi eləyək. Bu da bərabərdir. MV kvadratı bölə 2-in yerinə kinetik enerjinin başlanğıc qiymətini yazdıq. Bir də burada müəmc qaldı. Müəmc də bizə sürtünmə qüvvəsini verir. Kinetik enerjinin bu düsturunu gətirib yerinə yazsaq, kinetik enerjinin yerinə yazırıq. P0-ın kvadratı bölünsün 2M və məxrəcdə bir F sürtünməmiz var. O da qalır yerində. Belə düsturlarımızı gördük. Tormoz yolunun düsturlarını. İndi keçək tormoz müddətinin düsturlarına. Bu da bərabərdir. V0 bölünsün A-nın yerinə müjdə yaza bilərik. O da bərabərdir. Yenə sürətlə məxrəcdə M-ə vururum. Yəni keçidi necə elədik, onu yadda saxlasaz çox yaxşı olar. Çünki bu düsturların hamısını əzbərləmək heç də yaxşı deyil, yaxşı fikir deyil. Çünki bir müddətdən sonra yaddan çıxa bilər. Amma
bu düsturdan bu düstura necə keçid elədik onu bilsəz, çıxarışı özünüz eləyə bilərsiniz. Bərabərdir. İndi burada sürətdə MV görürük. MV0 görürük. MV0 bizə nəyi verir? İmpulsu. Onda bu da bərabərdir. İmpuls. P'nin başlanğıc qiyməti, impulsun başlanğıc qiyməti bölünsün. Deməli, P0 bölünsün. Məxrəcdə də müəmc. Müəmc də bizə F sürtünməni verir. İmpulsun bu düsturunu gətirib yerinə yazsaq, onda olur kök altında 2M vurulsun Y kinetik 0 bölünsün məxrəcdə də F sürtünmə. Buradan da tormoz yolunun və tormoz müddətinin düsturlarını aldıq. Qrafiklərin hamısını bir-bir qurmuram. Qrafiklərin hamısı düsturdan çıxır. Tormozlanma yolu başlanğıc sürətdən kvadratik düz asılıdır. İmpulsdan kvadratik düz asılıdır. Kinetik enerjidən düz asılıdır. Sürtünmə əmsalından tərs mütənasib asılıdır. Kütlədən asıllıq yoxdur. Çünki birinci düsturunda kütlə yox idi. Bəzən şagirdlər gəlir, bu düsturu yazır, deyir kütlədən tərs asılı. Olmaz. Çünki sürtünmə qüvvəsinin içərisində kütlə var, impulsun içərisində kütlə var. Onlar hamısı ixtisar gedəndə bu düsturu alırıq. Ümumiyyətlə, bir düsturunda kütlə yoxdursa, deməli, asılı deyil. Tormoz müddəti başlanğıc sürətdən düz asılıdır. Başlanğıc impulsdan düz asılıdır. Başlanğıc kinetik enerjidən kökaltı düz asılıdır. Və sürtünmə əmsalından tərs mütənasib asılı, yenə M-dən asılı deyil. Heç biri bu cəmiyyətlərin kütlədən asılı deyil. Bir dənə sadə nümunə deyək. Tutaq ki, 2 dənə cisimimiz var. Birincinin kütləsi M-dir, ikincinin kütləsi 2M-dir. Və bu cisimlərə yalnız sürtünmə qüvvəsi təsir edir. Sual belədir. Tormoz müddətini müqayisə edin cisimlər üçün. Təbii ki, bir-birinə bərabərdir. Yox, sürət vermədiyək. Sürət də verək. Bunun başlanğıc sürəti V0, bunun da başlanğıc sürəti V0. Tormoz müddətləri bir-birinə bərabərdir. Tormoz yolları bir-birinə bərabərdir. Əgər başlanğıc sürətləri fərqli olsa, onda artıq iş dəyişəcək. Məsələn, bunun başlanğıc sürətini 3V0 versə, onda ikincinin tormoz yolu birincinin tormoz yolundan 9 daha böyük olur, çünki kvadratik asılı idi. İkincinin tormoz müddəti birincinin tormoz müddətindən 3 daha böyük olur, çünki düz mütənasib asılı idi. Bəzən həm sürəti, həm kütləni nəzərə alıb T2 bərabərdir 6T1 yazırlar. Olmaz. Ya da S2 bərabərdir 6S1 yazırlar. Olmaz. Kütləni nəzərə almamalıyıq. Sürtünmə qüvvəsinin təsir altında hərəkət belə. Yalnız sürtünmə qüvvəsinin təsir altında hərəkət. İndi bir də baxaq bir neçə qüvvənin təsir altında hərəkət. Cismə fərz eləyək bir dartı qüvvəsi təsir eləyir. Yenə bir səth götürək. Üfüqi səthdə bir M kütləli cisimimiz var. Bu cisimə bu dəfə bir dartı qüvvəsi təsir eləyir. Və cisim sağa doğru hərəkət edir, hərəkət alır. Onda təbii ki, yenə sürtünmə qüvvəsi hərəkətin əksinə artıq bu halda əvəzləyici qüvvə sadəcə sürtünmə qüvvəsi deyil. Bir dənə də burada bizim dartı qüvvəmiz var. Bu halda əvəzləyici qüvvəni tapanda nə etməliyik? Dartı qüvvəsindən sürtünmə qüvvəsini həndəsi toplamalıyıq. Yəni, bir-birindən çıxmalıyıq. Amma biz bilirik ki, qüvvələr əks istiqamətdə olanda əvəzləyici qüvvəni tapmaq üçün böyükdən kiçik çıxırıq və əvəzləyici qüvvənin istiqaməti böyüyün istiqamətində götürürük. İndi burada 3 dənə halımız ola bilər. 3 hal ola bilər. Birinci, dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük ola bilər. İkinci, dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçik ola bilər. Və bir də üçüncü, dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər ola bilər. 3 halımız var. Əgər dartı qüvvəsi sürtünmə qüvvəsindən böyüksə, onda təbii ki, əvəzləyicini tapmaq üçün dartı qüvvəsini sürtünmə qüvvəsini çıxacaq. Misal üçün, cismə 2 dənə qüvvə təsir edir. Sağa deyək 20 Newton, sola deyək 5 Newton. Onda əvəzləyici qüvvəni tapanda böyükdən kiçik çıxırıq, əvəzləyici qüvvə də böyük istiqamətində olur. Deməli, dartı qüvvəsi böyüksə, dartdan sürtünməni çıxacaq, sürtünmə qüvvəsi böyüksə, sürtünmədən dartını çıxacaq. Onda bu halda əvəzləyici qüvvə bərabərdir. F əvəzləyici bərabərdir. MA, o da bərabərdir. F dartı çıxılsın, F sürtünmə. İkinci halda əvəzləyici qüvvə bərabərdir. MA, o da bərabərdir. Bu dəfə sürtünmə böyük olduğuna görə sürtünmə qüvvəsindən çıxacaq dartı qüvvəsini. Əgər bir-birinə bərabərdirsə, əvəzləyici qüvvə bərabərdir. Eynidirlərsə 20-20, misal üçün 20-dən 20 çıxırıq 0.
Deməli, əvəzləyici qüvvə 0-dır. Təcil 0-dır. İndi birinci halda dartı qüvvəsi dedik böyükdür. Dartı qüvvəsi böyüksə əvəzləyici təbii ki, böyük istiqamətlə yönələcək. Əvəzləyici qüvvə ilə də sürət eyni istiqamətdədirsə, cisim necə hərəkət eləyir? Bərabər yeyinləşən. Deməli, cisim bərabər yeyinləşən hərəkət eləyir. Əgər sürtünmə qüvvəsi böyükdürsə, onda əvəzləyici sola doğru yönələcək. Bu dəfə əvəzləyici qüvvə ilə sürət əks istiqamətdə yönəldiyindən cisim bərabər yavaşlayan hərəkət eləyir. Dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olduqda Newton birinci qanuna görə cisim öz hərəkət halını saxlayır. Yəni düz xətli bərabər sürətlə hərəkət eləyir. Məsələlərdə diqqətli olmaq lazım ki, cisim bərabər yeyinləşən hərəkət eləyir, yavaşyanmı, yoxsa düz xətli bərabər sürətli mi? Onu sözlə deyilir. Məsələlərdə sözlə deyir. Ona uyğun düstur seçmelilik. Yeyinləşənsə bu düsturu seçəcəyik, yavaşyansa bu düsturunu bərabər sürətli hərəkətsə, onda yazacağıq F artı bərabərdir F sürtünməyə. Bəzən sual qoyulur ki, cisim düz xətli bərabər sürətli hərəkət eləyir, sürtünmə dartı qüvvəsini tapın. Dartı qüvvəsini tapmaq üçün biz nəyi tapmalıyıq? Elə sürtünmə qüvvəsini tapmalıyıq. Onda elə müəmc ilə sürtünmə qüvvəsini tapıb dartı qüvvəsinə bərabər götürəcəyik. Əgər yeyinləşən hərəkət eləsə, sürtünmə qüvvəsini tapacağıq müəmcdən, dartı qüvvəsindən sürtünmə qüvvəsini çıxıb kütləyə bölməklə təcili tapa bilərik. Bəzən də sualda bərabər yeyinləşən, bərabər yavaşlayan deyilmir, qrafiklə verilir. Ən çox da sürətin qrafikindən. Bərabər yeyinləşən hərəkətdə sürətin zamanası qrafiki ya sıfırdan başlayaraq artır, ya da müəyyən qiymətdən başlayaraq artır. Bu hallarda bu düsturu seçməliyik. Yavaşlayan hərəkətdə isə yavaşlayan hərəkətdə sürətin zamanlaması qrafiki təbii ki, müəyyən qiymətdən başlayaraq azalır. Bərabər sürətli hərəkətdə də sürət sabit qalır. Sürətin zamanlaması qrafiki ya müsbətdən, ya da mənfidən sabit götürülür. Yəni qrafiklərə baxmaqla da biz düstur seçimini eləməyə bacarmalıyıq. Bir dənə nümunə deyək. Tutalım ki, bizə sürətin zamanlaması qrafikini bu formada verir. Burada deyək 2. Son sürəti deyək 2. Başlanğıc sürəti deyək 8. Dartı qüvvəsində misal üçün bizə verdi 20 Newton. Sual belədir, sürtünmə qüvvəsini tapın. Kütləsi də olsun 4 kiloqram. Ya da 2 kiloqram olsun. Sürtünmə qüvvəsini hesablayın. Daha doğrusu təcili hesablayın. Təcil yox, təcil qrafikdə var. Nəyi soruşmalıyıq? Sürtünmə qüvvəsini. Sürtünmə qüvvəsini hesablayın. Bu tip bir sual çıxdı tutaq ki, qabağımıza. Baxırıq ki, qrafikdən cisim yavaşlayan hərəkət edir. Yavaşlayan hərəkət üçün yazmalıyıq. MA bərabərdir. F sürtünmə çıxılsın F artı. Kütləsi 2. Təcildə qrafikdən tapmalıyıq. Təcil nətəri düsturumuz? Təcilin düsturu delta V bölünsün T. Sürət dəyişməsi bölünsün zaman. Son sürət 2, başlanğıc sürət 8. 2 çıxaq 8, 6 bölünsün zaman da 2. 6, mənfi 6 bölünsün 2, elədi təcil mənfi 3. Amma təcil mənfi 3 tapsaq da, düsturda gətirib yerinə müsbət 3 yazmalıyıq. O mənfini nəzərə almamalıyıq. Çünki o mənfini biz bu düsturu yazanda nəzərə almışıq. Əslində düsturumuz belədir. MA bərabərdir F dartı çıxılsın F sürtünmə. Təcil mənfi olduğuna görə bura mənfi yazmalıyıq. Bərabərliyin hər tərəfində mənfi vursaq. Mənfi, burada mənfi. İkisinə mənfi vururam. Onda buranı da mənfi vuraq. Sol tərəf olur müsbət MA, sağ tərəfdə olur mənfi F dartı. Üstə gəlinsin, mənfi müsbət edir. F sürtünmə müsbət. Bunu da belə yaza bilərik. MA bərabərdir F sürtünməni keçirəm qabağa, mənfi F dartında sonraya. MA bərabərdir F sürtünmə çıxılsın F dartı. Düsturumuz bu formaya düşdü. Yəni bu düsturun bu formaya gəlmə səbəbi təcilin mənfi olmağıdır. İndi biz məsələdə təcil mənfi tapıb, gətirib bu ifadədə yerdə mənfi qoysaq, bura mənfi qoysaq, onda biz o mənfini 2 dəfə nəzərə almış olduq. Ona görə ehtiyac yoxdur. Mənfini bir dəfə nəzərə alıb düsturumuzu çıxartmışıq. Təcilin müsbət qiymətini yazırıq yerinə. 2 vuraq 3 bərabərdir. F sürtünmə oldu, bilmirik. F sürtünmənin yazaq olduğu kimi çıxaq, dartı qüvvəsi 20.
Buradan 6 bərabərdir F sürtünmə çıxaq 20. F sürtünmə də bərabərdir 26 Newton olduğunu görürük. Bir neçə qüvvənin təsiri altında hərəkətdən bu qədər. Burada yazaq. Bir neçə qüvvənin təsirli hərəkət. Və son olaraq bizim bir qeydimiz olacaq. Təbii ki, qeyd öyrənməliyik. Tutalım ki, bir diskimiz var. Fırlanan bir diskimiz var. Bu diskin üzerine gətirib bir cisim yerləşdirmişik. Tutalım ki, burada bir cisim yerləşdirmişik. Cismin də kütləsinə bir M deyək. Və bu disk fırlanır. Disk fırlanan zaman onun üzərindəki cismi nə etməyə çalışır? Təbii ki, kənara atmağa çalışır. Hansı qüvvə ilə? Ətalət qüvvəsindən. Bax, burada bu fırlanan disk bu cismi üzərindən salmağa çalışır. Hansı qüvvə ilə salmağa çalışır deyəndə deyirik ətalət qüvvəsindən. Ətalət qüvvəsi də elə emadır. Onda belə çıxır ki, burada ətalət qüvvəsi bu cismi dartmağa çalışır. Dartı qüvvəsinin rolunu oynayır. Onda sürtünmə qüvvəsi təbii ki, dartı qüvvəsinin əksinə, yəni sola doğru yönəlir və çevrənin mərkəzinə doğru belə deyə bilərik. Həmin cismi gətirib burada yerləşdirsək, onda bu dəfə bu istiqamətdə olacaq sürtünmə qüvvəsi. Bir sözlə çevrənin mərkəzinə doğru deyə bilərik sürtünmə qüvvəsinin istiqaməti. Yaxşı, bu cisim bu disk ilə bərabər fırlanırsa, bu nə deməkdir? Diskin üzərindən düşmürsə, o disk o cismi kənara ata bilmirsə, o demək ki, bu cisim diskə nəzərən sükunətdədir. Diskin üzərində sabit qalır. Onda buradakı qüvvə sükunət sürtünmə qüvvəsidir və sükunət sürtünmə qüvvəsi burada mərkəzə qaçma qüvvəsinin rolunu oynayır. Yəni belə deyə bilərik, ətalət qüvvəsinə bərabər olur. Ətalət qüvvəsi dedik emadır, onunla bir-birini tarazlaşdırır da deyə bilərik. Ya da mərkəzə qaçma qüvvəsinin rolunu oynayır da deyə bilərik. Deməli, sükunət sürtünmə qüvvəsi elə mərkəzə qaçma qüvvəsinə bərabər olur. O da düstur MA mərkəzə qaçmadır. Mərkəzə qaçma qüvvəsinin də düsturlarını bilirik. V kvadratı bölünsün R, omega kvadratı R və s. Omega kvadratı R-dən istifadə olunur ən çox burada. M omega kvadratı R. Nəyə görə? Çünki fırlanan diskin üzərində sürət sabit deyil. Amma bucaq sürəti, tezlik, period, dövrlər sayı sabitdir. Omega konstant olduğuna görə bu düsturdan daha geniş istifadə olunur. İndi bir yox, bir neçə cisim gətirib yerləşdirsək, tutalım ki, cismin birində burada yerləşdirdim. Bunun da kütləsi M olsun. Onda buna təsir edən sükunət sürtünmə qüvvəsi də təbii ki, bu da mərkəzə doğru yönəlir. Buna deyək, F sükunət sürtünmə qüvvəsi 1, birinciyə təsir edən. Buna deyək 2, ikinciyə təsir edən. Bunları müqayisə edirik. İndi düsturu gördük, M omega kvadratı R. Bunların kütləsinə baxıram ki, kütləsi eynidir. Bucaq sürətdə bir diskin üzərində sabit olduğuna görə bu da sabit, bu da sabit. Radiusla düz mütənasib asılı olur sükunət sürtünmə qüvvəsi. Və bunun da radiusunu özümüzdən, bu diskin radiusuna bir R deyək. Bunun da radiusuna məsafəsinə R bölü 2 deyək. Onda təbii ki, bunun fırlandığı çevrənin radiusu R bölü 2 olur. Düz asılıqdan da ikinciyə təsir edən sükunət sürtünmə qüvvəsi birincidən 2 dəfə böyük olmuş olur. Radiusundan düz mütənasib asılıqdan. Bu birinci nümunəmiz idi. İkinci. Fərz edək, yenə üfüqi müstəvimiz var və üfüqi müstəvidə bir cisimimiz var. Və bu cismin üzərinə də başqa bir cisim yerləşdirmişik. Daha kiçik ölçülü bir cisim yerləşdirmişik. Böyük cismin kütləsinə deyək böyüyüm. Kiçik cismin kütləsinə deyək kiçiyim. Və bu cisimləri bir dartı qüvvəsi tutaq ki, sağa doğru dartır. Anidən dartı qüvvəsinin təsiri artsa, yəni cisim yeyinləşsə, sürətini artırsa, təbii ki, cisimlər hər ikisi birlikdə sağa doğru hərəkət edir. Anidən dartı qüvvəsinin qiyməti artsa, misal üçün fikirləşin ki, avtobusdasınız, avtobus anidən sürətini artırır. Onda biz hansı tərəfə yıxılmaq istəyirik, hansı tərəfə yıxılırıq?
Təbii ki, geriyə doğru, arxaya doğru biz yıxılmağa çalışırıq. Onda sükunət sürtünmə qüvvəsi, daha doğrusu ümumiyyətlə sürtünmə qüvvəsi hansı istiqamətdə olacaq? Bu cisim hansı tərəfə yıxılmaq istəyirsə onun əksinə. Sola doğru yıxılırsa sürtünmə qüvvəsi sağa doğru yönələcək və bu cisimlər birlikdə hərəkət edirsə, yəni bu üstdəki cisim yıxılmırsa, böyük yem kütlələri cismin üstündə qala bilirsə, o demək ki, bu cisim bu böyük cismə nəzərən sükunətdə qalır onun üzərində. Onda buradakı qüvvə sükunət sürtünmə qüvvəsi olur. Və bu cismi arxaya doğru yıxmaq istəyən qüvvə hansı qüvvədir? Yenə ətalət qüvvəsi. Buradakı ətalət qüvvəsi. Və sükunət sürtünmə qüvvəsi bu ətalət qüvvəsindən tarazlaşıb. Və yaxud da belə də fikirləşə bilərsiniz. Bu ətalət qüvvəsini nəzərə almasaq, heç bilməsək də olar. Bu cismə təsir edən qüvvə hansı qüvvədir? Yalnız sükunət sürtünmə qüvvəsi. Onda buna təsir edən əvəzləyici sükunət sürtünmə qüvvəsinə bərabərdir. Yəni bu bərabərdir əvəzləyici. Əvəzləyici də biz bilirik ki, m-dir. Onda deməli bu halda sükunət sürtünmə qüvvəsinin qiyməti bərabər olmalıdır m-a. Amma kiçik m vuraq a yazdım. Çünki ətalət qüvvəsi buna təsir edir. Ya da sükunət sürtünmə qüvvəsi buna təsir edir. Ona görə düsturuna da kiçik m vuraq a yazdıq. Yəni bunun kütləsini nəzərə aldıq. Təbii ki, bu sükunət sürtünmə qüvvəsi altdakı cismə də təsir edir. Üstdəki cismə təsir etsə, təbii ki, altdakı cismə təsir edir, amma bizə altdakı cismə yox, üstdəki cismə təsir edən sükunət sürtünmə qüvvəsi lazım olur. Məsələlərdə də onu soruşur. Ədəd qiymətini də gördük. M ilə tapmaq olar. Əgər bu dartı qüvvəsinin təsiri kəsilərsə anidən, misal üçün avtobus hərəkət eləyir, anidən tormozlanır. Sürətini azaldır. Onda biz hansı tərəfə yıxılırıq? Avtobus tormoz verəndə biz qabağa yıxılırıq. Qabağa doğru yıxılmağa çalışırıq. Biz qabağa yıxılırıqsa, onda sükunət sürtünmə qüvvəsi bu dəfə sol olacaq. Üçüncü. Təbii ki, bunların hamısını öyrənməliyik. Bu qeyd də dərsimizin bir parçasıdır. Yenə götürək bir üfüqi müstəvi. Üfüqi müstəvidə tutalım ki, bir neçə cismi üst-üstə yerləşdirmişik. Olsun 4 dənə cisim üst-üstə yerləşdirmişik. Və bunun bir dənəsini hər hansı bir şaquli səthə bərkitmişik, iplə bağlamışıq. Hər birinin kütləsinə də m deyək, eyni kütləli olsun. Və bu ən altdakı cismi buradan dartıb çıxartmaq istəyirik. Bir F qüvvəsi lazım ki, o cismi oradan dartıb çıxardaq. İndi bizə nə qədər qüvvə lazım ki, bu cismi buradan sürüşdürüb çıxarda bilək. Bu cisim buradan sürüşüb çıxan zaman həm yerlə toxunur, ona görə yerlə arasında bir sürtünmə qüvvəsi yaranır. Bax, buradan bir sürtünmə qüvvəsi yaranır. Və bir də üstdəki cisimlə toxunur. Deməli, onunla da arasında bir sürtünmə qüvvəsi yaranır. Burada 2 dənə sürtünmə qüvvəsi var. İndi birinci ilə, yəni üstdəki cisimlə, bax, bu üstdəki cisimlə buradan olan toxunmanı, bu toxunmadan sürtünmə qüvvəsinin qiyməti necə hesablanana baxaq. Fərz eləyək ki, səthimiz buradandır. Bax, bu bizim yer səthimizdir, fərz eləyək. Onda bu səth olsa, bu cisimlərdən 3 dənəsi ora təsir eləyir. Yəni sürtünmə qüvvəsini yazanda kütlənin yerinə yazacağıq 3m. Çünki səthi buradan götürsək, sürtünmə qüvvəsi bu olsa, 3m ağırlığı həmin səthə düşür. Deməli, buradan təsir edən sürtünmə qüvvəsini yazsaq, yazacağıq mü vurulsun 3mg sürtünmə qüvvəsinə. Buna deyək birinci. Buradan da bir sürtünmə qüvvəsi təsir edir. Ona deyək ikinci. İkinci bərabərdir. Buradan səthimiz indi burada olanda bu səthə artıq bunun 4-ü də ağırlıq göstərir, yəni təzyiq göstərir. Onda sürtünmə qüvvəsinin düstur olacaq. Mü vurulsun 4mg. 4m vuraq c. Və sürtünmə əmsalında eyni olduğunu qəbul elədik təbii ki. Buradakı ilə buradakı sürtünmə əmsalları eynidir. Onda ümumilikdə bu cismə nə qədər sürtünmə qüvvəsi təsir edir? 7 mg qədər. Yəni bizə minimum 7 mg qədər qüvvə lazım ki, bunu buradan çıxarda bilək. Təbii ki, 7 mg-dən böyük olmalıdır. Amma minimalını 7 mg götürə bilərik. Misal üçün 7,1 mg olsa bu cismi buradan çıxartmaq olar. Ən minimal qiymətinə də elə bax, bu iki qüvvənin cəmi deyirik.
Bir dənə də qrafikimiz var bizim burada. Qrafik mütləq bilmək çox vacib qrafikdir. Adətən situasiya falan salırlar həmin qrafiklə. Bunu ulduzlayıram. Çox vacib qrafiklərimizdən biridir. Deməli, təcilin dartı qüvvəsindən asılı qrafik. Qrafikimiz belədir. Müəyyən bir qiymətə qədər cisim hərəkət eləmir. Bayaqki nümunəti yenə deyək. Tutalım ki, bir cisimimiz var. Bu cisimə dartı qüvvəsi təsir eləyir. Sürtünmə qüvvəsi əksinə. Və cisim hərəkət eləmirsə, bu sükunət sürtünmə qüvvəsidir. Tutaq ki, dartı qüvvəsi 10-dursa, bu da 10-dur. Dartı qüvvəsi 20-dirsə, sükunət sürtünmə qüvvəsi də 20-dir. Nəhayət cisim nə zaman hərəkətə başlayır, nə zaman təcil almağa başlayır? Sükunət sürtünmə qüvvəsinin maks qiymətində. Deməli, bax, bu cisim təcil almağa başladığı nöqtə sükunət sürtünmə qüvvəsinin maks qiymətidir. Sükunət sürtünmə qüvvəsində maksimum qiyməti elə nəyə bərabər idi? Sürüşmə sürtünməyə. Deməli, bax, bu nöqtə bizə sürüşmə sürtünmə qüvvəsini verir. Həmin nöqtəyə qədər cismin təcili 0 gəlir. Həmin nöqtədən sonra təcil alır. Tutalım ki, burada bir qrafikin A nöqtəsi deyək. A nöqtəsinə uyğun deyək ki, dartı qüvvəsinin qiyməti, təbii ki, bu dartı qüvvəsidir. Dartı qüvvəsinin bir qiyməti var. Bura F dartı deyək. Bu qiyməti deyək, misal üçün 30. Belə deyək də. Qrafikimizi buradan qurduq. A nöqtəsinə uyğun təcil də buradır. Burada təcil. Başqa bir şəkil çəkim tez. Nümunəyə baxaq. Tutaq ki, təcilin dartı qüvvəsinin asılı qrafikini verir belə. Bura olsun 30. Bu nöqtə olsun 50. Cismin də kütləsi 4 kiloqramdır. Deyir, təcili tap bu nöqtəyə görə. Tutaq ki, A nöqtəsinə görə təcili tap. Onda əvəzləyici qüvvəni tapanda nə edirdik biz? Dartıdan sürtünməni çıxırdıq. Onda əvəzləyici qüvvə, yəni MA bərabərdir. Dartı qüvvəsi çıxılsın, sürtünmə qüvvəsi. Dartı qüvvəsi, bax, budur 50, sürtünmə qüvvəsi də budur 30. Onu burada qeyd eləmişik. Yəni, yazacağıq MA bərabərdir, M də 4-dür kütləsi. 4A bərabərdir 50 çıxaq 30, o da bərabərdir 20. 4A bərabərdir 20, A da bərabərdir 5 metr bölünsün saniyə kvadrat. Bunu da götürək. Aha. Bu qrafik üçün də deməli düstur yazsaq, belə yazırıq. A bərabərdir, MA bərabərdir F dartı çıxıq F sürtünmə. Oradan da tapsaq, F dartı çıxılsın F sürtünmə bölünsün M yazırıq. Belə, sürtünmə qüvvəsi dərsi bitdi. Burada yekunlaşdı. Sağ olun. Gecəniz xeyirə.